Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun nəzdindəki Dissertasiya Şurasının İnformasiyanın mühafizəsi üsulları və sistemləri informasiya təhlükəsizliyi ixtisası üzrə elmi seminarının iclası keçirilib. İclası giriş sözü ilə elmi seminarın sədri Texnika elmləri doktoru Dosent Yadigar İmamverdiyev açaraq, seminarın Əbabil Nağıyevanın texnika üzrə fəlsəfə doktor elmi dərəcəsini almaq üçün təqdim etdiyi məxfi informasiyanın gizlədilməsi üçün effektiv alqoritmlərin tədqiqi və işlənməsi mövzusunda dissertasiya işinin müzakirəsinə həsr olunduğunu qeyd edib. Əbabil Nağıyeva dissertasiya işini təqdim edərək bildirib ki, internetin müasir naqilsiz rabitə texnologiyalarının və multimedia resurslarının geniş yayılması, qlobal şəbəkələr vasitəsilə ötürülən məxfi informasiyanın təhlükəsizliyinin təmin edilməsini aktual elmi praktiki problemə çevirmişdir. Bu baxımdan rəqəmsal mühitdə informasiyanın icazəsiz müdaxilələrdən qorunması üçün kriptoqrafiya, stenografiya və digər müasir informasiya təhlükəsizliyi üsullarının inkişaf etdirilməsi və təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. İddiaçının sözlərinə görə dissertasiya işinin əsas məqsədi açıq rabitə kanalı vasitəsilə göndərilən məxfi informasiyanın qorunmasını təmin edən stenoqrafik metod və alqoritmlər araşdırılması, perspektivli steqanoqrafik metod və alqoritmlərin seçilərək müqayisəli analizlərin aparılması, yeni steqanoqrafik alqoritmlərin işlənməsindən ibarətdir. Sonra dissertasiya işinə dair təyin olunan rəyçilər texnika elmləri doktoru professor Valeh Mustafayev və texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev çıxış edərək tədqiqatın elmi yeniliyini və praktiki əhəmiyyətini qeyd edib, sual və iradlarını səsləndiriblər. Daha sonra Əbabil Nağıyeva ona ünvanlanan sualları cavablandırıb. Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə iştirak edən texnika elmləri doktoru professor Bayram İbrahimov, texnika elmləri doktoru Dosent Fərhad Paşayev, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova və texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov çıxış edərək iddiaçının əldə etdiyi elmi nəticələrlə bağlı təklif və tövsiyələrini irəli sürüblər. Sonunda səsvermə keçirilib və müvafiq qərar qəbul edilib. Sümbül Zalova, Ceyhun Şahverdiyev, Şahin Rəsulov, İnfo TV.